22 rəsmi Bakının bu faktda münasibəti necə olacaq? Əlavə edək ki, üzdən İraq qurumun qondarma Xarici İşlər Nazirliyi başçısı Qazaryan Laçın yolundakı aksiya səbəbindən neçə vaxtı İrəvanda ilişib qalıb. Xankəndinə gəlməyə qorxur. Çox çəkməz, digər separatçı quldurlar da həmişəlik Qarabağı tərk edib onun yanına gedərlər. Azərbaycan naminə Alyans Partiyasının sədri Abu Talib Səmədov isə bildirdi ki, özünə dırnaqarası Dağlıq Qarabağ Respublikası deyən qondarma qurumu dünyada heç kim, hətta Ermənistan belə tanımayıb. Parlamentin 2 dəfə müraciət etməsinə baxmayaraq Fransada belə bir addımı atmadı. Digər tərəfdən, ötən ilin dekabrında əvvəlcə Praqada Avropa İttifaqı, Fransa və Ermənistan, sonra Soçidə Rusiya Azərbaycanın bütün ərazisində, yəni həm də Qarabağ üzərində suverenliyini tanıdı və bu ərazidə xarici siyasətin yalnız Azərbaycan hakimiyyəti tərəfindən həyata keçirildiyini qəbul etdi. Həmin günlərdə Qarabağ ermənilərini təmsil etdiyini iddia edən Ruben Vardanyan, Azərbaycanın tərkibində olmayacaqlarını və dırnaqarası müstəqilliyi qorumaq naminə döyüşməyə hazır olduqlarını bəyan etdi. Bu ilin əvvəlində mətbuat konfransı keçirən Nikol Paşinyan xəcalət çəkmədən Qarabağla aramızda fikir ayrılığı yoxdur dedi və nə qədər sürüşkən, güvənilməsi mümkün olmayan siyasətçi olduğunu bir daha nümayiş etdirdi. Nəhayət Ermənistan hakimiyyətinin son təxribatçı addımı Xarici İşlər Naziri Ararat Mirzoyanın uydurma Dağlıq Qarabağ Respublikasının yeni dırnaqarası Xarici İşlər Naziri Arsen Qazaryanı bu dırnaqarası vəzifəyə təyin olunması münasibətilə təbrik etməsi, Qarabağla həmkarı ilə Laçın dəhlizinin bağlanması nəticəsində yaranmış vəziyyəti müzakirə edib və ona fəaliyyətində uğurlar arzulaması bu dövlətin beynəlxalq hüquqa
Politolog Asif Nərimanlı isə hesab edir ki, Ermənistan heç vaxt sülh tərəfdarı olmayıb və olmadığını son günlər bir daha nümayiş etdirir. Sülh istəmirsə, demək müharibə istəyir. Azərbaycanın Müdafiə Nazirinin bir neçə gün öncə bütün ordu komandanlığının iştirakı ilə keçirdiyi toplantı və orduya hər an döyüşə hazır olmaq barədə əmr verməsi Azərbaycanın dəmir yumruğunun istənilən an işə düşəcəyinin növbəti mesajıdır. Azərbaycanın Müdafiə Nazirinin bir neçə gün öncə bütün ordu komandanlığının iştirakı ilə keçirdiyi toplantı və orduya hər an döyüşə hazır olmaq barədə əmr verməsi